Tədris ilinin sonuna az qalmış, əməlli başlı ciddi məsələlər ortaya çıxıb. Övladı məktəbə gedən valideynləri dindirin, vəziyyətin ciddiyyətini anlayacaqsınız. Bizim vaxtımızda bu ərəfələrdə kitabları təhvil vermək üçün hazırlayırdıq. İtən kitabın dərdini elə çəkirdik ki, elə bilirdik ki, böyük bir cinayət eləmişik. İndiki bəzi uşaqlar heç kitab dərdi çəkənə oxşamır. Çünki onların arasında həqiqətən də cinayət eləyənlər var. Bizim ən böyük cinayətimiz hansısa sinifin qapısını döyüb qaçmaq idi. Məktəbin ən tərbiyəsiz uşağı müəllimin icazəsi olmadan sinifdən çıxıb gedən uşaq idi. İndinin xəbərinə baxın, məktəbdə şagird şagirdi yandırıb. Özü ilə spirt gətirib məktəbə və bu hadisəni törədib. Başqa bir şagird də sinifdə öldürəcəyi uşaqların siyahısını tutub. Özü də 5-ci sinif şagirdi. Gəlin buna da bəraət qazandıraq, görək nə edirik. Bu uşaqlarla necə davranmalıyıq ki, onların zehni daha da aydın olsun. Deyəsən, atalarımızın tərbiyə metodu daha effektiv idi. Bəlkə də indi biz balama güldən artıq söz deməyin deyə vəziyyəti ağırlaşdırmışıq. Çünki uşaq nəsə eləyir, deyirlər ki, heç demək travmalar və nəticədə danlanmadığını görən uşağın səhvləri çoxalır. Mən uşaqlara şiddət göstərilməsinə qəti qarşıyam. Amma onları danlamağa yox. Sanki indiki valideynlər elə bil ki, uşağını danlamır, ona heç nə öyrətmir. Uşaq birinci evdən öyrənməlidir, sonra çöldən. Valideyndən əlavə ən əsası Təhsil Nazirliyi bu məsələdə kəmərləri tam yığmalıdır. Çünki məktəblərdə təhsilin səviyyəsi qədər təhlükəsizliyi də onların nəzarətində olmalıdır. Məktəbə bıçaqla gələn uşaq özünü kimdən qoruyur ki? Və ya kimlə nə düşmənçiliyi var? Kimin yanında güclü görünməyə çalışır? Öyrəndim ki, çətin tərbiyə olunan uşaqlar məktəbi var imiş. Gündəmə baxsaq, deyəsən o məktəbi ağzına qədər dolduracağıq. Hələ başqa bir uşaq gedib məktəbin ayaq yoluna damarlarını kəsib. Qolu kəsilib, sonra isə dedilər ki, boğazı həm də kəsibdi, özü kəsibdi. Özünə bıçaqla müxtəlif xəsarətlər yetirib. Burada artıq məntiq onu göstərir ki, ona məktəbdə böyük təzyiqlər olub. Sinif yoldaşlarını danışdırmaq lazımdır ki, görək bu nəyin qərəzidir. İndi söhbət gəzir ki, məktəblərə nəzarəti artıracaqlar. Əslində söhbət gəzməməlidir. Nəzarəti birbaşa artırmaq lazımdır. Məktəbə gələndə uşaqların çantası yoxlanacaq deyirlər. Əla qərardır. Əvvəlcə uşaq evdən çıxmamış valideyn də onun çantasını yoxlamalıdır. Yoxsa Ağstafadakı hadisədən yenə yaşana bilər. Ağstafada 3 nömrəli məktəbdə 9-cu sinif şagirdi 8-ci sinif şagirdinə bıçaqla xəsarət yetirib. Düzdür, yüngül xəsarətdir, amma ciddi məsələdir. O uşağın əlinə bıçaq ala bilməsi artıq təhlükənin özüdür. Bizim dövrümüzün məktəbillərinə bax. Bir də buna bax. Amma onu da deyim ki, məktəb barədə bütün xəbərlərimiz pis deyil. Bu mövsümün buraxılış imtahanları nəticələrində 9 nəfər şagird maksimum nəticə toplayıb. Bu uşaqlardan çox olmalıdır ki, gələcəyimiz sağlam olsun. Cibində bıçaq gəzdirən uşaqlara demək istəyirəm ki, hörməti güc göstərməklə yığmırlar. Hörməti yaxşı əməllə, faydalı insan olmaqla yığırlar. Kimsə səndən qorxur deyə elə bilirsən hörmətlisən. Özünü aldatmaqdan başqa bir şey deyil. Və deyim ki, bu əmələ görə insanı həbs eləyirlər. Orada baxmırlar səndən kim qorxur ya da qorxmur. Hələ o gün bir dənə hadisə gördüm, deməyə söz tapmadım. Avtobusda uşağın ağlamasına etiraz edən bir nəfər deyir ki, uşağın ağlayır, götür uşağı və düş avtobusdan. Ya da onu sakitləşdir, onun səsi mənim başıma düşür. Düşün başqa avtobusa minəndə. Uşaqla necə düşsün? Utanmırsınız, ana olmamışsınız. Demək olar ki, anlayış göstərməməyin kitabını yazıb. Sizdə bu nəyin aqressiyasıdır? Məsələn, bu aqressiya ilə bir nəfər uşaq böyütsə, o uşağın məktəbdə necə olacağını təxmin etmək çətin deyil. İnanıram ki, tədris ilinin sonuna yaxın eşitdiyimiz pis xəbərlər bu ilə də yekunlaşar və deyilən nəzarətin artırılması reallaşar. Əgər Təhsil Nazirliyi bu məsələni yerli diblə həll eləməsə, bu xəmirin apardığı suyu Azərsu da hesablaya bilməyəcək.